bugün linçləndim. Əslində bugün yox, hər gün linçlənirəm. Son zamanlarda linçlənirəm. Və mən də düşündüm ki, əgər belə linçlənirəmsə, bu linçlərə bir cavab verim. Cavab verim, belə düşünmədim. Sadəcə bir aydır ki, video paylaşmırdım. Video çəkməyi özləmişəm, yəni belə uzun video çəkməyi özləmişəm. Bir aydır video paylaşmırdım, ağlımda heç bir video fikri yox idi deyə heç də paylaşa bilmirdim. Ona görə düşündüm ki, hazır belə linçlər gəlmişkən, belə linçlər qaynayırkən ətraf, bu linçləri oxuyum, cavab verim, içim biraz rahatlamış olsun. Çünki bəzən çox mənasız linçlər gəlir. Yəni, biri var yaxşı, normal linç, bir də var dəxlisiz nə əlaqə deyə biləcəyimiz bir linç. Ona görə gəlin bugün sizin mənə yazdığınız bu gözəl rəyləri bir yerdə oxuyaq. Yanımda da kofem var. Bunu içərəkdən yazdığınız linçləri oxuyacağım. Hər ki kənara qoyuram, istidir. Gəlin ilk linçimizdən başlayaq. Kalite 0. Kalite 0. Bu en son paylaştığım shorts videosuna gəlib. Kalitem 0'dırsa, get mənə kamera al, get mənə iPhone al. Yəni elə rahat yazırsınız ki, kalite 0. Yəni mənim əlimdə olan max kamera kalitesi deyim də, yəni budur. Və inanın ki, yəni əlimdə olsa bu dəqiqə ən son model kamera alaram, telefon alaram ki, video çəkilişlərim qəşəng olsun. Amma əlimdə olan bu olduğu üçün kalitem də bu qədərdir. Əgər kaliteden bu qədər narazısınızsa, gedin mənə iPhone alın. Güya bu yatır. Bu da yenə ən son shorts videoma gələn yorumdur. Səhər rutini videosudur. Səhər rutininin girişində də ki, yataqda uzanmışam, girişə edirəm də, o işləyir, üstdən səs yazırdım. Yataqda uzanmışam, elə bir giriş eləmişəm də. Bir də yazdım ki, güya bu yatır. Yatmıram təbii ki də. Mən necə, yəni səhər rutinini necə belə maraqlı, inandırıcı, əyləncəli çəkə biləcəmsə, elə də çəkməyə çalışmışam da. Telefonu qoymuşam yatağımın qarşısına, özüm də keçmişəm, uzanmışam ki, oyanıram. Təbii ki, yatmıram gerçəkdə. Oyanıram, video çəkirəm, paylaşıram, siz də izləyirsiniz, yəni. Bu qədər məntiqsiz yorum yazmayın. Digər linçimiz, 16 yaşım var, ailəm hələ qoymur makyaj etməyə, nə yaşayırsan sən. Səncə bu mənim problemimdir. Ciddiyəm, yəni səncə sənin ailənin makyaj eləməyə icazə verməməsi mənim problemimdir. Yəni, kamerada çirkin görünürəm. Ay, həqiqətən bayaq güzgüdə özümə baxıram, qəşəng görünürəm. Kamerada elə deyil. Neyse ya, siz idarə edin. Siz mənim qəşəng olduğumu düşünün. Neyse. Səncə sənin ailənin makyaj etməyə icazə verməməsi mənim problemimdir. Bir də ailəsi icazə vermirmiş kimi nə yaşayırsan sən deyib. Tamam. Heç nə deməyəcəm. 15 yaşı var, 15 qram ağlı yoxdur. 15 yaşım var, 15 qram ağlım yox imiş. Bu mənim səhv eləməmişəm makyaj videoma gəlib, bilməm. Qeyd eləməmişəm burada. Səhv eləmirəmsə də, əgər makyaj videoma gəlmişdi bu yorum, 15 yaş var, 15 qram ağlı yoxdur. 15 yaşım var, 15 qram ağlım yox imiş. Əsəbləşməyəcəm. Linçləri onsuz da çox ciddi almıram. Yəni, görürsünüz də məncə yazılan linçlərini demək olar ki, heç birinə cavab verməmişəm də, yəni. Vermişəmsə də bir iki dənəsinə. Sənin yaşın azdır, tuşu belə vurma ayıbdır. Ay xala, ay bibi. Yəni, niyə ayıb olsun ki? Bu yorumu anama dedim. Anama dedim ki, ana, bəs mənə belə bir yorum gəlib. Anam da çox gülməli bir cavab verdi, amma o cavabı burada deyə bilməyəcəm. Yəni, bunun nəyi ayıbdır? Ciddiyəm, yəni makyaj eləməyin harası ayıbdır, yəni. Bu eski kafalar, anlamıyorum sizi. Öz aramızda it oxşuyursan. Tamam, çox gözəl bir qız deyiləm. Okey. Megan Fox qədər gözəl deyiləm. Adriana Lima qədər gözəl deyiləm. Okey, bunları qəbul eləyirəm də itə oxşuyursan nə deməkdir? İtə də oxşamıram yəni burada.
Bir də üstəlik bunu bir qız yazıb. Əgər bu yorumu bir oğlan yazsaydı heç ciddiyə almazdım. Baxın, həqiqətən deyirəm, heç ciddiyə almazdım. Bu arada ki, oğlanların yazdığı linkləri ciddiyə almıram. Oğlan çox yazmır əslində, çox qız yazır onsuz da, nəysə. Amma bunu yazan bir qızdır və qızın qıza belə bir şey deməsi, öz həmcinsini alçatmağa çalışması çox pis bir vəziyyətdir. Mən buradan öz qız izləyicilərimə deyirəm, heç vaxt öz həmcinsinizi alçatmağa çalışmayın. Yəni qız çirkin də ola bilər, gözəl də ola bilər, arıq da ola bilər, kök də ola bilər. Yəni necə olursa olsun, öz həmcinsinizi alçatmağa çalışmayın. Çünki yəni o da qızdır, siz də qızsınız. Onun yaşadığı şeyi bir gün siz də yaşaya bilərsiniz. Ona görə qızları yox, öz həmcinsinizi alçaltmayın. Onsuz da mən alçalda bilməzsiniz, sadəcə alçaltmağa çalışırsınız. Yəni onu demək istəyirəm ki, alçaltmağa çalışmayın. İtə də oxşamam, itə sən oxşursun. Məncə gedib sən dərs oxusan yaxşı olar. Bu hansı videoma yazılıb heç yadımda deyil. Heç yadımda deyil hansı videoma yazılıb. Amma bir dənə o yadımdadır ki, videoda dərslə əlaqədar heç nə yox idi. Bir dənə o yadımdadır ki, videoda dərslə əlaqədar heç bir şey yox idi da, yəni videomda dərslə əlaqədar bir şey yoxsa nə əlaqə? Yəni çox dəxilsiz bir şey yazırsınız da. Yəni dərs oxuyub oxumadığımı hardan bilirsən ki, belə yorum yazırsan? Bu qədər məntiqsiz olmayın, xahiş edirəm. Bu da özünü bir şey sanır. Kombin videoma gələn yorum. Bu da özünü bir şey sanır. Mən özümü bir şey sanmıram. Sadəcə kombin videosu çəkmişdim. Kombin videosu çəkdim, paylaşdım, izlədiniz. Hətta sevdiniz o videonu. Video axırıncı dəfə 40 neçəsə min izlənmişdi, səhv eləmirəmsə. Yəni özümü bir şey salan nə deməkdir? Yəni bunu ya az pikmi hərəkətə eləyim. Videomda, bu da yenə kombin videomuydu, başqa kombin videomuydu. Videoda şey eləmişəm. Ya çox şirin oldu demişəm, çox tatlı oldu demişəm, nə demişəm, kombinimə belə bir söz demişəm. Bu da yazıb ki, pikmi hərəkətləri, az pikmi hərəkətləri. Ayda pikmi nə deyil, olmasa düz yaz, pikmi. Nəysə. Mənə sadəcə bu sözə görə yox, videomda soft söz də demişəm. Demişəm ki, kombinim soft oldu. Ona görə də mənə pikmi deyiblər. Abi, yəni pikmi deyiləm. Pikminin məncə gedin mənasını öyrənin. Çünki pikmi öz həmcinsini alçatmağa çalışan və digər cinsin gözünə girməyə çalışan şəxslərə deyilir. Mən videoda sadəcə soft bir kombin elədiyimi vurğulamaq istəmişəm və siz də buna pikmi demişsiniz. Sağ olun, Allah sizdən razı olsun. Məktəbə yoxsa toya gedirsən? Toya gedirəm. Məktəbə hazırlanış videosu çəkmişəm. Bu məktəbə hazırlanış videosunda da çox az, dəhşət az makyaj eləmişəm. Gözümün altına konsealer vurmuşam. Pudra ilə sabitləmişəm. Kiprimi qıvırıb maskara vurmuşam. Başqa da heç nə eləməmişəm. Və buna yazılıb ki, məktəbə gedirsən yoxsa toya? Yəni videoda mən halım yox idi deyə az makyaj eləmişəm. Normalda ondan da çox makyaj edib məktəbə getdiyim zamanlar olub. Hətta mənim full face makyaj edib məktəbə getdiyim zamanlar olub. Yəni məktəbə gedirəm, insan içinə çıxıram. Mənə o qədər insan görəcək orada. Ona görə gözümün altına qapatıcı vurmağım, toya getməyim mənasına gəlmir. Bu cahillikləri yığışdırın. Məktəbə makyaj eləməklər ağıldır. Bu da yenə. Mənim zaten bu makyaj eləməyim çox gözə batdı. Yəni videonun, gedin o videoya baxın. Kanalımda shorts videosunda məktəbə hazırlanmışam. O videosu məktəbə hazırlanmışam. O qədər makyaj eləməyimə takılanlar olub ki, yəni videoda bir çox takılıblar. İndi onu da deyəcəm sizə. Bir ona çox takılıblar. Yəni deyəcəyim şey. Bir də ki, bu makyaj eləməyimə çox takılıblar. Nəyə takılmışsın? Bu qədər anlamadım yəni. O birisi takıldıqları şey də şeydir. 1 dəqiqəyə hazırlaşırsan, necə 5 dəqiqə yemək yiyirsən. Videoda demişəm ki, gəlin mənimlə bir yerdə 1 dəqiqə məktəbə hazırlaşaq.
Yəni videonun başlığı, girişi 1 dəqiqəyə məktəbə hazırlanmışdım və videonun ilərləyən saniyələrində də demişəm ki, 5 dəqiqəyə yemək yeyib tez gedirəm, evdən çıxıram demişəm, nə demişəm? Belə bir şey demişəm. Və o qədər adam yazıb ki, 1 dəqiqəyə hazırlaşırsan, amma 5 dəqiqəyə yemək yeyirsən. Biraz məntiqli olun, biraz düşünün. 1 dəqiqəyə məktəbə hazırlaşmaq sizcə mümkündür? Təbii ki də mümkün deyil. Mən yəni videonun başlığı olaraq, montaj olaraq, söz olsun deyə, video başlığı olsun deyə demişəm ki, 1 dəqiqəyə hazırlaşaq. Təbii ki də 1 dəqiqəyə hazırlaşmaq məktəbə mümkün deyil. Yəni siz yataqdan duranda elə 1 dəqiqə tamam olur. 1 dəqiqənizə məktəbə hazırlaşa bilərsiniz ki. Yəni biraz düşünün, sonra yazın da, yəni bu yorumu. Belə yorum gəlmişdi baya. Birinə cavab verdim. Gördüm, yox, çox gəlir. Yəni bunlara mən bir-bir cavab verməyim. Dedim, hazır belə video çəkəcəm. Bu yazılan yorumlardan danışa bilmirəm. Yorumlardan birini də götürüm, qoyum videoya. Belə bir açıqlama verim. Tüpürüm üzvə, makyaj edirsən az. Bu yorumu yazanın səhifəsinə girdim, baxdım. Uşaqdır, balacadır. Yəni uşaq dediyim də 9-10 yaşında olar. Sənin 9-10 yaşın var, makyaj eləyə bilmirsən deyə burada mənim üzümə tüpürmə, bu bir. İkincisi də ki, Daimoğlu Hüseyin bu yoruma cavab yazandan sonra yorumu heç ciddiyə ala bilmədim. O qədər güldüm ki, Daimoğlu'nun yazdığı şey. Şəklini qoyuram zaten buraya da, bura bilmirəm. Qoyuram, görürsünüz də Hüseyin yazıb yorum Daimoğlu. Ay da o qədər güldüm ki bu yoruma. Buradan da Daimoğlu Hüseyinə çox təşəkkür edirəm. Mənə gələn linçlərin demək olar ki, hamısına oturub bir cavab yazılır. Yəni ən böyük dəstəkçilərimdən biri Daimoğlu Hüseyindir. Buradan da ona təşəkkürlər. Nə qədər böyük sinif olursan ol, makyaj olmaz məktəbdə. Tamam. Siz məktəbə makyaj eləməzsiniz. Mən eləyirəm, siz eləməzsiniz. Tamam mı? Siz eləməyin. Ətin tökülsün. Tamam. Yəni çoxlu takipçisi olan, çoxlu izləyicisi olan influencerlar kombin videosu hazırlayanda çox qəşəng olur. Amma 3000 izləyicisi olan, ki bu videoya baxanda böyük ehtimalla 4000 oluram. 4000 izləyicisi olan bir YouTuber da demək olmaz, heç content yaradan birisi kombin videosu paylaşanda ətin tökülsün olur. Son linçimiz, bunu da oxuyaq. Əsəbləşdim sən qutaranda kimi. Kombin videoma yazılan bir linç daha. Kombin videoma da çox linç yazıb. Bu çox mənasız. Yəni, niyə də yəni bu kombin videosu paylaşmışam. Niyə linç edirsiniz ki? Deyir ki, sən qutarana qədər əsəbləşdim. Video səhv eləmirəmsə 2 dəqiqə olmalıdır və mən 2 dəqiqəyə kombin hazırlamışam ki, o videonu montajlamamışdan əvvəl video hardasa 17 mi 18 mi dəqiqə idi. Yəni 17-18 dəqiqəni mən 2 dəqiqəyə çevirmişəm, paylaşmışam və sən deyirsən ki, sən qutana qədər əsəbləşdin. O zaman videonu çevir. Linçlərimiz bu qədər idi. Əslində daha çox linç var, bayağı linç var. Sadəcə hamısını almadım videoya. Çünki düşündüm ki, həm çox uzun video olmasın, qısa bir şey olsun. Həm də ki, uzun zamanda deyirəm də video çəkmirdim. Yəni dedim video paylaşmalıyam da. Təsəvvür edin, yanvarda bir dənə video paylaşmışam. O da yeni il videosudur. Video bura qədər idi. Ümid edirəm videodan tam razı qalarsınız. Əgər bura qədər izlədinizsə, videoya like atmağı və kanalıma abunə olmağı unutmayın. Bye bye.